Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul ukdeten min lisani yefkahu qavli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə və siz dəyərli əhl-i beyt aşiqlərinin üzərinə. Sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət edirəm. Allah təbarək və teala hər birimizi təqva əhlindən qərar versin inşallah. Dəyərli dostlar, dəyərli müsəlmanlar, Rəcəb aydı, çox müqəddəs, çox əziz bir aydı. Bu ayda həqiqətən əməllər bir neçə misli hesablanır, savabları bir neçə misli hesablanır. Allah inşallah bu ayın əhlindən olmağı hər birimizə nəsib eləsin və qarşıdan Həzrəti Mövla Əmir-əl-Möminin əleyhissalamın mübarək Mövlud günü gəlir. Bu Mövlud günü münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm və Allahdan arz eləyirəm ki, Allah bizləri Həzrəti Mövla Əlinin həqiqi aşiq və davamçılarından qərar versin inşallah. Həzrəti Əmir-əl-Möminin əleyhissalamdan bir dənə çox ali hədis var. Çox dəyərli hədislərdən biridir, çox önəmli hədislərdən biridir ki, Həzrət buyurur, bu 5 dənə xüsusiyyət hər kimdə olarsa, o adam bəxtəfər adamlardandır, xoşbəxt adamlardandır və qiyamət günü də cənnətdə də bizlə bərabər olar. Birinci buyurur ki, mən ərəfə fəzlənə, deyir, hər kim bizim fəzilətimizi tanıya. Deyir, əgər bir adamda bu mərifət olsa, bu məqam onda olsa ki, əhl-i beyti tanıya, Əhl-i Beyt əleyhissalamı idrak eləyə, deyir ki, qiyamət günü bizlə bərabər bir yerdədir. O bizlə bərabər bir yerdədir. Bir nəfər ki, Allahın sevdiyi ilə, Allahın dostları ilə bir yerdə ola bəxtəfərdir, xoşbəxtdir və yəni cənnət onun müştaqıdır, cənnət onu gözləyir. Bir nəfər elə bil ki, Həzrəti İmam Sadiq əleyhissalama sual verir. Deyir ki, ey Peyğəmbər övladı, Allahı tanımaqdan, Allahı idrak etməkdən sonra ən fəzilətli, ən üstün əməl nədir? Həzrət İmam Sadiq əleyhissalam buna cavab verir. Buyurur ki, birincisi, əməl olaraq Allahın qatında ən üstün əməl nədir? Namazdır. İkinci, zəkat verməkdir. Üçüncü isə oruç tutmaqdır. Və hədisin davamında Həzrət buyurur ki, sadalanan bu əməllərdən sonra isə Allahın qatında ən üstün əməl həcdir. Və görün imam nə deyir? Deyir, bunların əvvəlində və sonunda Allahın qatında ən üstün əməl biz Əhl-i Beytin haqqını tanımaqdır. Biz Əhl-i Beytin haqqını idrak etməkdir. Və haqqına nədir? Onların haqqını əda etməkdir. Onlara məhəbbət bəsləməkdir. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur, deyir ki, ya Peyğəmbər, möminlərə de ki, risalətimin müqabilində sizlərə əhl-i beytimə məvəddətdən başqa bir şey istəmirəm. Allah bunu əmr eləyir. Əhl-i beyti sevməyə Allah əmr eləyir. Biz kimik ki, deyək, yox, belədir, elədir. Həzrət buyurdu, birinci, əgər bu əməl bir nəfərdə olsa, bu şey bir nəfərdə olsa xoşbəxtdir, buyurur ki, mən ərəfə fəzlənə. Deyir ki, hər kim bizim fəzilətimizi idrak eləsə, o xoşbəxt adamdır və o qiyamət günü və cənnətdə bizlə bərabər bir yerdə olar. Həzrəti Rasulullah bu barədə buyurur ki, əhl-i beytimi mərifətini, yəni əhl-i beytimi tanımağı kimlərə Allah lütf eləyibdirsə də, deyir, o şübhəsiz Allah bütün xeyirlərini ona əta etmişdir. O bir dənə hədis var, Peyğəmbər salavatullah buyurur, deyir, Allah bir bəndəsinə xeyir vermək istəsə, onun qəlbinə Həzrət Hüseyn əleyhissalam və onun ziyarətinin məhəbbətini qoyar. Bu da o hədislərdəndir ki, Həzrət Rasulullah buyurur, Allah bir bəndəsinə xeyir, bərəkət əta etmək istəsə, Əhl-i Beytin məhəbbətini və mərifətini onun qəlbində qoyar. Əhl-i Beyti ona tanıtdırar, Əhl-i Beyti ona sevdirər. Xoş o adamın halına ki, qəlbində Əhl-i Beytə məhəbbət var və Əhl-i Beyti sevir. Həzrəti Əli əleyhissalam buyurur ki, bu ikinci xüsusiyyət hər kimdə olsa, xoşbəxt adamların
sırasındadır və qiyamət günü də, cənnətdə də bizlə bərabər bir yerdə olar. Buyurur ki, və təqarrəbə iləyhi bina. Deyir, Allaha bizim vasitəmizlə yaxınlaşa. Allaha bizi vasitə qərar verə. Deyə ki, ilahi, bir istəyin mi oldu, bir hacətin mi oldu, bir problemin mi oldu? Həyatda da belədir. Görürsən ki, bir böyük bir vəzifə sahibi olan, bir məqam sahibi olan bir nəfərin yanına gedərsən, istəyirsənsə də o sənin işini düzəltsin, həll eləsin, ona ən yaxın olan adamlarla yaxınlaşırsan. Gedirsən, onun ən sevdiyi adam kimdir? Gedirsən, deyirsən, elə ya o sevdiyi adamın yanında aparırsan, ya gedirsən, deyirsən, sən ant verirəm, misal üçün, balanın canına, sən ant verirəm, misal üçün, sevdiklərinin canına, mənim bu işimi həll elə. Allah da bu cür nədir? Bunu özümdən demirəm, Qurani Kərimdə ayə var, Allah təbarək və teala buyurur ki, Ya əyyuhəl-ləzinə mənuttəqullahə vəbtəqu iləyhi vəsilətən. Allah teala Qurani Kərimdə buyurur ki, ey iman gətirənlər, təqvalı olun, ona, onun rəhminə və lütfüne qovuşmaq üçün vəsilə seçib yol axtarın. Kimdir onlar? Allahın rizayəti üçün, Allahdan bir hacətini istəmək üçün, Allahın özü deyir ki, ona yaxın olan birilərini tapın, onlarla Allaha yaxınlaşın. Kimdir Allaha yaxın olan? Allah Qurani Kərimdə nə qədər ayələrdə deyir ki, Əhl-i Beyt budur, Əhl-i Beyti paklamışam, Əhl-i Beyt həqiqətən seçilənlərdəndir. Nə qədər ayə var Əhl-i Beyt əleyhissalam haqqında. Yəni Allaha, Allahın sevdikləri ilə vasitə qərar verin. Allaha, Allahın sevdiklərinlə yaxınlaşın. Deyən, ilahi, sənə ant verirəm, Əhl-i Beyt əleyhissalamın hörmətinə, Muhammed və Ali Muhammedin hörmətinə ki, ilahi, mənim bu müşkülümü həll elə, mənim bu hacətimi müstəcab elə. O zaman Allah Teala insanın duasını geri qaytarmaz. Bir gün Peyğəmbərlərin birinin dövründə olan hadisədir, bu maraqlı bir rivayətdir. Peyğəmbərlərin dövründə bir nəfər, bir gənc, cavan oğlan Allaha nə qədər dua eləyir, Allah duasını qəbul eləmir. Nə qədər dua eləyir, duasını qəbul eləmir. Gəlir zəmanənin Peyğəmbərinin yanına. Deyir, ey Allahın Peyğəmbəri, mən nə qədər vaxtdır ki, bir müşkülüm var, bir hacətim var, onunla əlaqədar Allaha dua eləyirəm, Allah mənim dualarımı qəbul eləmir. Bir Allaha dua elə, bunun səbəbini soruş. Nədir bunun səbəbi ki, mənim dualarım qəbul olunmur? Bəlkə elə bir Allahın acığı gedən bir əməlim var, mən o əməlimi tərk eləyim, Allah məndən bu duaları qəbul eləsin. Allahın Peyğəmbəri, o dövrdə yaşayan Peyğəmbər, Allahdan səbəbini soruşdu, dua elədi, dedi, ilahi, bunun hikməti nədir? Dedi, o gəncə de ki, o insana de ki, onun zəmanəsində yaşayan Allahın övliyası kimdir? Allahın vəlisi kimdir? Rəhbəri kimdir? O dövrdə yaşayan Peyğəmbəri kimdir? Əgər onu saymadan, ona yaxınlaşmadan, onu nəzərə almadan mənə dua eləyən kəsin duasını qəbul eləmərəm. Dedi, öz zəmanəsinin ki, Peyğəmbəri onun yanındadır. Əgər onu saymadı, onu nəzərə almadı, mənə nə qədər istəyir elə dua eləsin, mən onun duasını qəbul eləmərəm. Gərək zəmanənin ilahi övliyasının, ilahi rəhbərinin ətəyindən yapışıb gedəsən Allahın huzuruna. Allah, əgər ki onlar önəmli olmasaydı, Allah hər zamanə üçün bir dənə ilahi rəhbər təyin eləməzdi. Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, Allah təbarək və teala dünyanın sonuna bir gün qalsa belə, bir gün qalsa belə, Allah teala o günü yeryüzünü vəlisiz qoymaz, yeryüzünü ilahi rəhbərsiz qoymaz. Bugünkü günümüzün də ilahi rəhbəri, vəlisi Həzrəti İmam Zaman Əccəlallah Teala Fərəcəhu Şərifdir. Yer üzünün ilahi rəhbəri bugünkü gündə ki, Peyğəmbərin dövründə Peyğəmbər və Əhl-i Beyti idi, bugünkü gündə də Əhl-i Beytin sonuncu nümayəndəsi aramızdadır.
Allahdan bir şey istəyəndə deyəsən ilahi, səni ant verirəm İmam-ı Zamanının hörmətinə, mənim bu müşkülümü həll elə. İlahi, səni ant verirəm sonuncu höccətinin sənin yanında olan dəyərinə, mənim bu hacətimi müstəcab elə. Əgər onların vasitəsilə yaxınlaşsaq Allaha, and olsun Əhl-i Beytin haqqına Allah bizim dualarımızı geri çevirməz. Gərək insanın mərifəti ola, agahlığı ola ki, kimlə Allahın huzuruna gedir. Bəzən qalxıb deyirlər ki, bunlar gedir Əhl-i Beytin qəbrindən bunu istəyir, gedir onu istəyir, gedir bunu belə eləyir, gedir onu eləyir, gedir pirə gedir, oraya gedir, buraya gedir. Daha bunu başa düşmür ki, normal çox üzr istəyirəm ifadəmə görə, bu sözümə görə haşa məsciddən, haşa huzurunuzdan hansı bir alkaşın, hansı bir pasyakın qəbrinin üstünə pir düzəldirlər. Kimin indiyənə qədər birini göstərin görüm, bir nəfəri göstərin görüm, bir dənə alçaq, rəzil bir adamın qəbrinin üstünə bir dənə ziyarətgah düzəldələr. Hansı adamın ki qəbrinin üstündə pir var, ziyarətgah var, ziyarət olunur, o Allah övliyasıdır. Yaşadığı vaxt Allahın rizayətini əldə edən adam olub. Bir ömrünü başdan sona Allaha həsr eləyib. Allahın yolundan gedib. Allah onlara elə bir məqam veribdi, insanlar da onda o məqamı görür, gedir onun qəbrinin üstünü ziyarət edir ki, Allah bu övliyanın hörmətinə mənim müşküllərimi həll elə. Allah bu əziz bəndənin hörmətinə mənim hacətlərimi müstəcab elə. Bunu bəzi taxta başlar başa düşmür ki, elə bilir biz gedib deyirik ki, ay filan kəs qalx mənə bunu ver. Ay filan kəs qalx mənə bunu belə elə. Qalx mənə onu elə. Biz gedirik, Allahın özünün əmridir ki, vəbtəğu iləyhi vəsilə, Allaha vasitələrlə, sevdiyi vasitələrlə yaxınlaşın. O Allahın övliyası idi. Bir ömür Allah yolunda çalışdı, çabaladı, ömür sürdü və Allah yolunda da dünyasını dəyişdi. Mən necə ola bilər ki, bu vasitələri qoyum, gedim bir ömür Peyğəmbər və onun xanədanına düşmənçilik eləyənin qapısına gedim. Necə ola bilər bu? Allah öz əmr eləyir də, Quran-ı Kərimdə deyir ki, mənə mənim sevdiklərimlə gəlin, yaxınlaşın. Onları mənə vasitə tutun. Üçüncü, Həzrəti Əmir əl-Möminin əleyhissalam buyurur ki, xoşbəxt insanların üçüncü xüsusiyyəti budur ki, və əxləsə hubbana, buyurur ki, bizim sevgimizdə muxlis olsun. Yalandan yerə deməsin ki, mən Əliyini sevirəm. Yalandan yerə deməsin ki, mən Peyğəmbəri sevirəm. Onlara qurban olum. Görürsən, bəzən qalxıb deyirlər, imamlara qurban olum, canım fida olsun imamlara. Onlara qurban olum, onlar belə idi, onlar elə idi. Amma əməlinə baxırsan, bəlkəm yaşadığın məntəqədə ən mudar adamlardır. O cürünə yox. İnsan öz əməlini muxlisanə gərək icra eləyə. Əhl-i Beyti sevirsən, gərək ixlaslı bir şəkildə sevəsən. Onların sevgisinə, bax, sadə bir misal vurun mənim əzizlərim. İnsan bir nəfəri əgər sevirsə də, övladını sevirsə, ya valideynini sevirsə, ya bir qohumunda bir nəfəri sevirsə də, onu şad eləmək üçün dərdən, qabıqdan çıxır. Elədir ya yox? Bir nəfər əgər seviriksə də, onun xoşbəxtçiliyi üçün, onun qəlbinin şad olması üçün əlimizdən hər nə gəlir eləyirik ya yox? Eləyirik də. Mən üzr istəyirəm ifadəmə görə böyüklərdən, ağsaqqallardan. Bir dənə cavan oğlan, bir dənə qızı sevəndə, bir cavan qızı sevəndə, onun üçün nələr eləyir? Gecəyi səhərə qədər yatmır, onu fikirləşir. Nə bilim mən, o nə istəyir, onu eləyir. Nə istəyir, onu icra eləməyə çalışır ki, qarşı tərəf neynəsin? Qarşı tərəf bundan razı qalsın, qəlbi şad olsun. Amma biz dünyəvi bir məqamı olmayan bir adamı sevdiyimiz təqdirdə onun üçün hər şeyi eləyirik. Amma Allah Quran-ı Kərimdə sevməyimizi əmr elədiyi şəxsləri sevirik iddiasında bulunuruq. Deyirik ki, biz Əhl-i Beyti sevirik, amma Əhl-i Beyti razı salacaq heç nə eləmirik. Razı salacaq işləri görmürük. Biz Əhl-i Beyti əgər seviriksə də, nə deyir? Və əxləsə hubbəna. Deyir, onlar bizim sevgimizdə xalis olalar.
bizi həqiqətən sevələr. Necə ki Allah Taala Qurani-Kərimdə buyurur ki, "Mavaddətə fil qurba." Deyir mənim əhli beytimə məvəddət bəsləyin. Məvəddət mən dəfələrlə demişəm və yorulmuram. İndən sonra nə qədər də ömrüm olsa, dəfələrlə yenə də deyəcəm ki, məvəddət məhəbbətdən qat-qat yuxarı dərəcədir. Allah deyir ki, ya Peyğəmbər, ümmətə de ki, risalətimin müqabilində əhl-i beytimə məvəddətdən başqa bir şey istəmirəm. Məhəbbət odur, hə deyəsən ki, sevirəm. Amma məvəddət odur ki, onunla bütöv olasan. Onu o qədər sevəsən. Deyir, bizim sevgimizdə xalis olalar. Buyurur ki, əhl-i beyti sevmək şərtdir. Bu əhl-i sünnənin mənbələrindən götürmüşəm bu hədisləri. Deyir, əhl-i beyti sevmək şərtdir. Çünki imanın təməli və ən qüvvətli əlaməti Allahın sevdiklərini sevmək, onların Allahın düşmən təvəlla təbərra da dinimizin şərtlərindəndir. Təvəlla təbərra. Yəni Allah dostlarını sev, onlarla dostluq elə. Təbərra yəni Allahın nədir? Düşmənləri ilə düşmənçilik elə. Allahın dostları kimdir? Əhl-i Beyt əleyhissalam. Əhl-i Beyti sevəni Haqq Taala sevər. Buyurur, Peyğəmbərdən hədis gətirirlər. Deyir, Əhl-i Beyti sevəni Haqq Taala sevər. Düşmənçilik edənə də düşmənçilik edər. Və davamında başqa bir hədisdə buyurur ki, Peyğəmbərdən hədis gətirirlər, İslamın əsası mənə və əhl-i beytimə məhəbbət bəsləməkdir. Gör nədir? Başqa bir hədisdə yenə buyurur ki, əhl-i sünnə qardaşlarımızın mötəbər kitablarındandır, sizin yaxşılarınız məndən sonra əhl-i beytimə yaxşılıq edənlərdir. Onlar ki, mən dünyamı dəyişəcəm, məndən sonra əhl-i beytə məhəbbət bəsləyirlər, onlar deyir, ən yaxşı adamlardır. Görün nə deyir bu barədə? Buyurur ki, Əmir əl-Möminin Əli əleyhissalam haqqında buyurur, Əlini ancaq mömin olan sevər. Peyğəmbər sallallahu buyurur və bu dediyim bütün hədisləri əhl-i sünnə qardaşlarımızın kitablarından götürmüşəm, mötəbər kitablarından özdə. Əlini ancaq mömin olan sevər və ona ancaq münafiq olan düşmənçilik eləyər. Hər kim ki, Əli və ailəsindən məhəbbəti ola, mömindir. Hər kim ki, Həzrət Əlinin və onun xanədanına, əhl-i beytinə, Peyğəmbərin əhl-i beytinə düşmənçilik eləyə, münafiqdir. Münafiqlərin yeri əbədi cəhənnəmdir. Həzrəti Əli əleyhissalam buyurur ki, xoşbəxt insanların xüsusiyyətlərindən dördüncüsü budur ki, buyurur, və əminə bima iləyhi nədəbna. Biz nəyə dəvət eləyirik? Biz nəyə dəvət eləyirik? Ona ləbbeyk deyələr. Deyir, biz insanları nəyə çağırırıq? Hansı yola çağırırıq? Hansı yola dəvət eləyirik? Onlara onlar ləbbeyk deyə, yəni hazırıq deyə o yola gələrlər. Əhl-i Beyt kimin yoluna çağırır adamı? Əhl-i Beyt Peyğəmbər sallallahu kimin yoluna çağırır adamı? Allahın yoluna çağırır adamı. Allahın yoluna dəvət eləyir adamı. O zaman insan ki, Əhl-i Beytin dəvətinə ləbbeyk deyə, gedə Peyğəmbərin çağırışına ləbbeyk deyə, Həzrət Əlinin və övladlarının çağırışına ləbbeyk deyə bəxtəfərdir. O adam birbaşa Allahın çağırışına ləbbeyk deyib. Əhl-i sünnənin böyük alimlərindəndir və öz kitabında Tirmizi bu barədə gətirir. Cabir ibn Abdullahdan nəql eləyir. Deyir, Ərəfə günü həcc əməllərini yerinə yetirəndə Peyğəmbər sallallahu dəvənin belində xutbə eləyərkən gördüm. O buyururdu, ey cəmaat, ya əyyuhənnas, mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm. Qardaş, 4 dənə əməl var ki, ona biz öz keyfimizdən hərəkət eləyə bilmərik. İstədiyimiz kimi hərəkət eləyə bilmərik. 4 dənə şey var. Onlardan biri əmanətdir. Hətta sənə əmanəti verən kafir belə olsa, onun əmanətini qoruyub, saxlayıb, o gəlincə səndən alıncaya qədər onu göz bəbəyin kimi qorumalısan. Qardaş, ümmətin Peyğəmbəri sonuncu vida həccində bizə nəyi əmanət elədi? Nəyi əmanət elədi bizə?
Dedi, inni tarikum fikumus saqalayn kitaballahu və itrati əhl-i beyt. Sizin aranızda iki ağır və dəyərli əmanət qoyub gedirəm. Onların birincisi Allahın Qur'an-ı Kərimi olan, müqəddəs kitabı olan Qur'an-ı Kərim və itrati əhl-i beyt və gözümün nuru olan əhl-i beytimdir. Biz Peyğəmbərin əmanətinə sahib çıxmışıq mı, yoxsa yoxmu? Hər kəs özünə bir sual versin. Biz Peyğəmbər ki, bizlərə əmanət qoyub, ümmətə əmanət qoyub gedib. Bir kafir, bir müsəlmana gətirib əmanət verəndə o əmanətə sahib çıxmaq onun boynunun borcudur. Bir müşrik, bir münafiq gətirib əgər bir nəfərə əmanət verə, sənin haqqın yoxdur ki, o əmanəti zay eləyəsən. Əgər mən özümə müsəlman deyirəmsə də, görün Peyğəmbərin əmanətinə necə sahib çıxmışam. Mən bütün bu çəkiliş vasitəsilə bizi izləyənlərin bütün hamısına deyirəm bu sözü. Hamısına deyirəm bu sözü. Həqiqətən özümüzə sual verək. Biz Peyğəmbərin həqiqi əmanətinə sahib çıxmışıq ya yox? Özümüz özümüzə, öz vicdanımıza sual verək bunu. İnşallah ki, Allah bizləri o əmanətə sahib çıxanlardan qərar versin. Peyğəmbər bizləri nəyə dəvət eləyirdi? Öz əhl-i beytinə və Qur'an-ı Kərimi sevməyə dəvət eləyirdi və onları göz bəbəyimiz kimi qorumağa dəvət eləyirdi. Peyğəmbərin canişini olan Həzrət Əlidə deyir ki, xoşbəxt o adamdır ki, bu xüsusiyyət onda olsun. Biz nəyə dəvət eləyirik, ona tərəf üz tutsun, ona tərəf gəlsin. Və 5-ci, sonuncu bunu da deyim, söhbətimi tamamlayayım. Buyurur, وَانْتَحَا أَمَّا أَنْهُ نَحْيَنَا. Deyir ki, bizim qadağan etdiklərimizdən də uzaq ola. Deyir, biz nələrdən insanları çəkindiririk, həmin o şeylərdən uzaq ola. Burada bir dənə əslində, bax, mən bir qayda deyim sizə. Bu qaydanı həmişə ağlımızda saxlayaq. Həmişə diqqətimizdə olsun. O qayda budur ki, Peyğəmbərdən sonra nə qədər hədislər deyilib, Həzrət Əli olsun, İmam Həsən olsun, İmam Hüseyin olsun, İmam Zeynul Abidin olsun, İmam Baqir ta axır 12-ci imamımıza qədər hər nə qədər hədislər deyilib, hamısı nisbət verilir Peyğəmbərə. Peyğəmbər salavatullahın sözünü çatdırırlar. Həzrət Əli əleyhissalam bunu deməkdə də elə Peyğəmbərin və Allahın sözünü çatdırırdı bizlərə. Deyir ki, وَانْتَحَا أَمَّا أَنْهُ نَحْيَنَا. Bizim qadağan etdiklərimizdən uzaq olsun. Xoşbəxt adam o adamdır ki, deyir, biz nəyi deyirik ki, ondan uzaq durur. Bəzi də inatkarlar var. Deyirsən ki, filan şey haramdır, filan işi görmə. Niyə? Nə üçün? Nəyə görə? Kim deyir? Nə istəyir? Nəyə görə istəyir? Ay qardaş, Allah istəyir səndən. Bundan ötəsi varmı? Bundan ötəsi varmı ki, Allah səndən istəyir filan işi görmə? Sən xaliq deyilsən, sən məxluqsan. Allahdır səni yaradan. Allah səni yaradıb və səni də yaratma səbəbini özü Qur'an-ı Kərimdə deyir ki, deyir, mən bütün insanları və cinləri mənə ibadət etmək üçün yaratmışam, deyir. Mənə ibadət etmək üçün yaratmışam. Mən bəndə olaraq kiməm ki, Allahın qarşısında Allahın əmrlərini sorğulayam, deyəm ki, mən bu işi görmürəm. Bunun da dəlili var. Peyğəmbər Allahın sözlərini çatdırırdı və Allahın əmrlərinə dəvət eləyirdi və əhl-i beyti də o cürünə. Nəcm surəsində Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, Mə yəntiqu ənil həva in huvə illə vəhyun yuha. Deyir ki, siz elə zənn eləməyin, Peyğəmbər dediyi sözləri öz həvai nəfsindən, kefindən qalxıb insanlara deyir. Bir şeydən çəkindirirsə və bir şeyə dəvət eləyirsə, o Allahın vəhyidir, Allahın əmridir. Heç kim bunun ötəsini deyə bilməz. Heç kim bundan başqasını iddia eləyə bilməz. Bu Allahın müqəddəs kitabında, Qur'an-ı Kərimdə Allahın sözləridir ki, Peyğəmbər də o sözlərə əməl eləyir və Allahın əmrlərini insanlara çatdırır.
Allahdan arzum budur ki, Allah bizləri bu sözlərə oxuyanlardan, əməl eləyənlərdən qərar versin və Peyğəmbər və ali Peyğəmbərin çağırışına ləbbeyk deyənlərdən qərar versin və bu xoşbəxtlərdən bizləri qərar versin ki, qiyamətdə də, cənnətdə də onlarla bərabər birlikdə olanlardan olaq. Və Allah təbarək və teala Mövlamız İmam-ı Zaman Əccəlallah Teala fərəcəhu şərifin də zuhurun təcil eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.